Qeyri-adi meyvələrin dadına baxırıq. Birinci layçi meyvənin dadına baxırıq. İçi belədir. İzah edə bilmərəm nəyin dadını verir. Şirindir, dadlıdır. 10 üzərindən 8 verərdim. Longan. Bu da layçinin qoxumudur. Çox faydalıdır əslində. Bunun şirinliyi elə bir daha azdır. Amma dad çox oxşardır. Ona görə də 10 üzərindən 8. Mango. Bu meyvənin dadına çox adam baxıb. Çünki Bakıda da satılır. Bu meyvəni çox bəyənirəm. Ətri çox təravətlidir. 10 üzərindən neçə? 10 üzərindən 7. Yox. 10 üzərindən 9. Mangostin. İçi sarımsağa oxşayır. Üstü biraz xurmaya oxşayır. Çox incədir. Çox incə qopur. Hələ ağzına salmamış deyil. Yox, belə qopardanda çox incə Qaşıqla qopur. yedi, hə? Qaşığı ona görə gətirmişəm, amma bilənə görə yox. Yaxşıdır dadı. Qəribədir. Birində turşdu, necədir? Turşa daha çox bənzəyir. Qəribə bir dadı var. 10 üzərindən 6 verərdim. Sonda isə custard apple gedir adı. Bu əslində yetişməyib. Biraz da qalmalıdır ki. Biz sonradan bildik amma. Hə. Biz alandan sonra bunu bildik. Qaşıq onu götürərdim, dişdə yeyir. Okey. Aha. Dadını çox bəyəndim. Hətta biraz şabalat dadı da yada salır. 10 üzərindən 9. Ən çox bəyəndiyim bu oldu. Bir də bu nə idi? Liçi. Layçi, bir də mango təbii ki.